uşaqlar, biz bugün feilin zamanlarından danışacağıq. Feilin zamanlarına keçməmişdən əvvəl feil haqqında biraz məlumat verək. Ümumi qrammatik mənasına görə hərəkət bildirən sözlər nə adlanır? Feil adlanır. Deməli, ümumi qrammatik mənasına görə hərəkət bildirən sözlər feildir. Məsələn, deyirəm qaçmaq, qaçmaq, fikirləşmək, getmək, xatırlamaq, dinləmək və s. Uşaqlar, feil hərəkət bildirən bir nitq hissəsidir və həmin hərəkət aktiv hərəkət də ola bilər, pasiv hərəkət də ola bilər. Deyirsiniz ki, müəllim, fikirləşəndə mən axı heç bir hərəkət eləmirəm, dinləyəndə heç bir hərəkət eləmirəm, xatırlayanda heç bir hərəkət eləmirəm. Hərəkət özü iki qrupa bölünür. Pasiv hərəkətlər, aktiv hərəkətlər. Qaçmaq, getmək kimi feillərdə biz görürsünüz, aktiv hərəkət edirik. Yəni hərəkətliyik. Qaçanda da hərəkət edirik, gedəndə də hərəkət edirik, gələndə də hərəkət edirik. Bunlar nədir? Aktiv hərəkətlərdir. Bir də var pasiv hərəkətlər. Pasiv hərəkətlərdə isə biz hərəkət etmirik də. Məsələn, fikirləşəndə xüsusi bir hərəkət lazım olmur. Yəni fikirləşməkdir, xatırlamaqdır, dinləmək kimi feillərdir. Bunlar pasiv hərəkət bildirirlər. Sonra keçirik feilin zamanlarına. Feilin zamanları ümumiyyətlə zamana görə dəyişmək feili digər hissələrindən fərqləndirən bir xüsusiyyətdir. Yəni zaman məsələsini biz harda görürük? Feildə görürük. Feilin zamanları var, zamana görə dəyişmə xüsusiyyəti var. Və işin icrası indi də davam edə bilər, bitə də bilər və hardasa gələcəkdə də baş verə bilər. Buna görə də feilin 3 zamanı var. İndiki, keçmiş zaman, keçmiş zaman, keçmiş, indiki və gələcək zaman. Birinci keçmiş zamandan danışacağıq. Keçmiş zamanın özü iki qrupa bölünür. Şuhudi keçmiş zaman, nəqli keçmiş zaman. Deməli, keçmiş zamanın özü bölündü iki yerə. Şuhudi, bir də nəqli. Uşaqlar, şuhudi keçmiş zamanın bax sonunda d var. Şuhudi. Şəkilçisi nədir? D üstü 4'dür. Buradan yadda saxlaya bilərsiniz. Şuhudi, görürsünüz, d və d üstü 4 şəkilçisi. Nəqli keçmiş zamanın şəkilçisi isə mış üstü 4 şəkilçisidir. Deməli, keçmiş zamanımız bölündü iki qrupa. Nəqli keçmiş zaman, şuhudi keçmiş zaman. Şuhudi keçmiş zaman d üstü 4, nəqli keçmiş zaman mış üstü 4 oldu. Məsələn, deyirəm, yazdı, gəlmiş və yaxud yazmış. Yazdı, keçmiş zamandadır, yazmış da keçmiş zamandadır, gəlmiş də keçmiş zamandadır. Yazdı, şuhudi keçmiş zamandadır, gəlmiş və yazmış isə nəqli keçmiş zamandadır. Həmçinin nəqli keçmiş zamanın ıb şəkilçisi də var, ıb üstü 4 şəkilçisi vasitəsilə də düzəldir. Məsələn, deyirəm ki, gəlib, Aytaç gəlib, Aytaç. Bu da keçmiş zamandadır və nəqli keçmiş zamandadır. Ib şəkilçisi vasitəsilə düzəldi. Deməli, biz dedik ki, feilin zamanlarından biri hansıdır? Keçmiş zamandır. Keçmiş zaman özü bölündü iki qrupa. Şuhudi, nəqli. Şuhudi keçmiş zaman, baxın, d ilə yadda saxlaya bilərsiniz. Şuhudi, d üstü 4, şəkilçisi d üstü 4'dür. Nəqli keçmiş zaman şəkilçisi mış üstü 4 və ıb üstü 4 şəkilçisidir. Sonra keçirik indiki zamana. İndiki zaman isə hərəkətin, işin hal-hazırda icra olunduğunu bildirir və yaxud da olunmadığını da bildirə bilər. İndiki zamanda icra edildiyini bildirir və şəkilçisi nədir? Ir üstü 4 şəkilçisidir. Məsələn, deyirəm ki, yazır, oxuyur, gəlir, gedir. Sözün kökü get, ir leksik şəkilçisi, qrammatik şəkilçisi, zaman şəkilçisi. Yaz sözün kökü ir qrammatik. Oxu sözün kökü ur qrammatik. Burada y bitişdiricidir. Nəyə görə bitişdiricidir uşaqlar? Baxın, oxu sözü saitlə bitir. Ur indiki zaman şəkilçisi saitlə başladığına görə bunların arasında bir dənə bitişdirici artırmaq lazım olur. Ona görə oxuyur şəklində olur. Yəni oxu sözün kökü yurda qrammatik şəkilçisi kimi gedəcək. Sonra gəlirik gələcək zamana. Feilin zamanlarından biri də hansıdır? Gələcək zamandır. Gələcək zaman özü də iki qrupa bölünəcək. Gələcək zamanın birinci tərifini deyək, iş və hərəkətin gələcəkdə icra olunub, olunmadığını bildirir. Gələcəkdə icra olunub, olunmadığını bildirir. Və gələcək zaman bölünəcək qəti gələcək zamana. Qəti, görürsünüz, qəti sözünün mənası nədir? Yəni hökmən baş verəcək. Qətidir bunun fikri.
Bir də qeyri-qəti. Qeyri-qəti. Qəti gələcək zamanın şəkilçisi nədir? İş və hərəkətin gələcəkdə icra olunub olunmayacağını qəti şəkildə bildirir. Yəni 100% ya bu hadisə baş verəcək, ya da baş verməyəcək. Feilin kökünə və ya başlanğıc formasına acaq şəkilçisi. Acaq şəkilçisi artırmaq vasitəsilə düzəlir. Qeyri-qəti gələcək zaman isə iş və hərəkətin gələcək zamanda icra olunub olunmayacağını şübhə altında bildirir. Yəni bu ola da bilər, olmaya da bilər. Yəni qeyri-qətidir. Qətliliyindən bir xəbərimiz yoxdur. Bunun şəkilçisi nədir? AR şəkilçisi. Məsələn, deyirəm ki, yazacaq. Falan kəs yazını yazacaq. Hökmən yazacaq. Yəni bunun başqa variantı yoxdur. Nə edəcək? Yazacaq. Bir də var deyirəm ki, inşallah gələr, yazar. Yəni inşallah gələr. Yəni kefi kök olsa yazar, kefi kök olmasa yazmayacaq. Yəni bu dəqiq deyil, qeyri-qətidir. Gələcək zamandadır. Yaz sözün kökü arda qeyri-qəti gələcək zaman şəkilçisi. Bu da qeyri-qəti gələcək zamanın şəkilçisidir. Bir də uşaqlar, feillərdə hərəkətin icra olunub olunmaması məsələsinə görə iki qrupa bölünür. Biz görürsüz, indiki, keçmiş, gələcək zamandan danışanda gələcək zamanı nümunə götürək. Dedik ki, hərəkətin gələcəkdə icra olunub olunmadığını ya qəti şəkildə, ya da qeyri-qəti şəkildə olduğunu bildirir. İndi hərəkətin icra olunub olunmaması məsələsinə toxunacağıq. Baxın, hərəkətin icra olunması məsələsini bilirik. Məsələn, deyirəm yaz, get, gəl. Bunlar nədir? Təsdiq feillərdir. Yəni hərəkətin icra olunmasını bildirir. İcra olunduğunu bildirir. Bu hərəkət baş verib. Bir də hərəkətin icra olunmadığını bildirən feillər var ki, o feillərə də mame inkarlıq şəkilçisi artırırıq. Məsələn, yaz feilinə deyirəm ki, yazma. Yəni icra etmə bu işi. Get, getmə. Yəni icra eləmə. Gəl, gəlmə. Yəni inkar feillər mame inkar şəkilçisi vasitəsilə düzəlir. Mame inkar şəkilçisi olanda inkar şəkilçisi, bu homonim şəkilçidir uşaqlar. İnkar şəkilçisi olanda qrammatik şəkilçisi olacaq. Qrammatik şəkilçisi. Bir də bu şəkilçisi isim düzəldən şəkilçisi kimi çıxış edir. Məsələn, hörmə sözünü biz iki mənada düşünə bilərik. Hörmə. Biri var deyirəm ki, hörmə. Qızın saçını hörmə. Burada hör sözün kökü mən qrammatik şəkilçisi. Bir də var deyirəm hörmə saçlar. Hörmə saçlar. Necə saçlar? Hörmə saçlar. Burada artıq hör sözün kökü maməyə leksik şəkilçisi deyəcəyik. Çünki hörmə saçlar. Necə saçlar? Burada sifətdir. Və yaxud süzmə. Deyirəm mənə çay süzmə. Burada süz sözünün kökü, yəni icra eləmə də deyirəm. Mamə qrammatik şəkilçisidir. Bir də var. Süzmə qatıq. Süzmə qatıq olur ha. Orada süz sözün kökü mən leksik şəkil. Çünki süzmə qatıq. Necə qatıq? Süzmə qatıq. Görürsünüz necə sualını cavab verir. Buradakı mamədə leksik şəkilçi olacaq. Bu məsələlərə diqqət yetirin. Bu da belə. Uşaqlar, bayaqlar toxunduğum məsələyə bir daha toxunuram. Yibitişdirdi samitindən söhbət gedir. Bəzi sözlər var ki, saitlə bitir və onlara saitlə başlayan şəkilçi artırdıqda hökmən yibitişdirdi samitindən istifadə etməliyik. Məsələn, baxın, ana sözünü götürək. Ana sözü. Saitlə bitir, eləmi? Bir də buna yönlük hal. Yönlük halın şəkilçisi nə idi? A şəkilçisi idi. A şəkilçisini artıraq. Artırsaq bu söz ana, a şəklində olmayacaq ki. Ana, ya şəklində olacaq. Gördünüz ki, bitişdirici oldu burada. Və bitişdirici samiti, ana sözün kökü, ya şəkilçinin tərkibində qrammatik ya leksik şəkilçi kimi verməlisiniz. Ya da bu şəkildə götürsəniz daha doğru olar. Elə bu şəkildə götürün. Sizə başqa versiya lazım deyil. Məsələn, oxumur sözünə, oxuyur, oxuyur sözünə. İndiki zaman şəkilçisi və yaxud oxuyur sözünə indiki yox, acaq şəkilçisini artıraq. Gələcək zaman şəkilçisi. Baxın, bu şəkildə olmayacaq. Oxu, acaq. Oxu, acaq şəklində olmayacaq ki. Necə olacaq? Oxu, yacaq şəklində. Yəni, bu yanlış. Burada oxu sözün kökü. Yacağa da nə deyəcək? Qrammatik şəkilçi deyəcək. Burada y bitişdiricidir. Bax, bu şəkildə. Bir də son olaraq bu məsələyə diqqət yetirmək lazımdır. Deməli, ır və ar şəkilçisi, ır və ər ar şəkilçisi. Yəni, ır indiki zaman şəkilçisidir. Ar da qeyri-qəti gələcək zaman şəkilçisidir. Feil indiki və qeyri-qəti gələcək zaman şəkilçiləri ilə işlənəndə inkarlıq şəkilçisi mamə inkarlıq şəkilçisi A saitini itirəcək. Necə?
Oxumur. Baxın, oxumur. Oxu sözün köküdür. M inkarlıq şəkilçisidir. Əslində bu şəkildədir də. Oxumayır. Oxumayır. Amma oxumur variantında bizim qarşımıza çıxır. Deməli, oxu sözün kökü M-yə inkar şəkilçisi. Burada indiki zaman şəkilçisi deyəcəyik. Sonra oxumaz. Oxumaz. Oxu sözün köküdür. Mamə inkar şəkilçisidir. A saitini itirib. Azda qeyri-qəti gələcək zaman şəkilçisidir. Deyəcəksiniz, müəllim, burada Z niyə R-ya keçdi? Axı R-ı də qeyri-qəti gələcək zaman şəkilçisi. Uşaqlar, qeyri-qəti gələcək zaman inkarda işlənəndə həm inkar şəkilçisinin A saiti düşür. Yəni, inkar şəkilçisi nədir? Mamədir. Bunun A saiti düşür. M formasında çıxır. R şəkilçisi də R hərfi də, daha doğrusu R hərfi, R səsi də Z səsi ilə əvəzlənir. Yəni olur oxumaz şəklində. Və yaxud yazmaz şəklində. Yaz sözün kökü, M inkar, azda qeyri-qəti gələcək zaman şəkilçisi.